İllər sonra insanların sizi necə xatırlamasını istərdiniz? İllər sonra insanların, xalqın, tamaşaçının sizi necə xatırlamasını istəyirsiniz? Elə bu günlər necə görürlər səni. Sənətlə, səsimlə kimlərinsə qəlbində varımsa, onu tanımayanlar gözəl insan kimi ortada istəyir. Sənət ki, Allah nə qədər veribsə, nə qədər başarırıqsa, oxuyuruqsa, nə necə yol tapmışıqsa bilmirəm. Amma onun həyatda heç kimin qəlbinə dəyməsəm dedim. Qəlb sevindirməyə daha çox xoşlayıram, nəyə ki qəlb qırmağı. Ona görə mənim istərim ki, elə cüriyyətlə saxlasın, belə bir insan var idi. Biz əminik ki, biz sizi elə hatırlayacağıq. Mehriban, bəli, bəli. Motiv olduğum kimi, çünki doğrudan da halka sevgim böyükdür. İnsanlara, sənət dostlarıma, deyirlər sənətçilər bir-birini sevir. İnanmam, hamısına sevgi ilə yanaşır. Çünki Allah mənim gülüm Gülistanıma bir Cənubat Çəkilistanda iş eləyib sənə, birinə gücür, mənə gücür və qədər kimin gülün ətri olan kimin öz ətri var. Ayranın öz yeri var yəni. Nə verməyəcəm, nə deyiribsə, o ayəti versidə deyirik, yerin göyün sahibi, biz onun izni olmadan biz onun yanına iltivasa gedə bilmərik ki, onun tüm dünyanı əhatə etmişdir, qüvvəti böyükdür. Talihimizi yazan, bizi bu həyata dərgahına gətirən və inşallah ki, dərgahına baran da olur. İnşallah. Amma ona görə yaşayaq, sağlam yaşayaq, sevgi ilə yaşayaq. Həyatda hamı bir-birini sevməsini. Deyirəm ki, hərdən, hətta bu müharibələr olanda belə ki, ilah, nə olar, onsuz da insan ömrünə qədərdir ki, olmasa nə gözəl olur. Dünyada söylər, səbir-amanlıq olsa, balalarımız xoşbəxt yaşasa, niyə bir-birimizi sevər, mən onu görəndə nə sevirməyim? Çox doğru, çox doğru. Mən də onu düşünürəm və son aylarda xüsusilə bu dava dalaşlardır, bu sizin sahədə olan rəqabət hissidir, bu rəqabət hissindən doğan nifrətdir, bu rəqabət hissindən doğan pisliklərdir. Oturub düşünürəm, deyirəm ki, nə olacaq? Yəni bunun sonu nədir ki bəyəm? Yəni nə olacaq? Yəni sizi bugünə, bəli, yəni bugünə kimi baş verən hadisələr sizə dərs olmadı mı? Olmadı mı sizə dərs? Kim hara getdi ki, siz hara gedəcəksiniz? Ustadım mənə deyərdi ki, camiyə sırıb başınıza aşağı salın, gülərək. Ona yaz deyirdim, o yaz. Hiç kimə kandırsın. Çox doğru. O zaman nə iş öyrəyim? Bəli. Kimə şikayət edəcəksiniz? Bakın söz mənim. Çox doğru. Mənə bir dərs örnəkdir. Məsələn, bir də bu dediyiniz qanunlar, burada baş verənlər bizi çox utandırır. Biz sənətin ən zövqlü, ən xamxatan, ən mədəni tərəfindən ayıbdır. Vallahi ayıbdır. Çox ayıbdır. Vallahi biz Azərbaycanlıyıq. Biz gözəl xalq, gözəl millətiyiz, sevgiliyiz, komikləriyiz. Və hər şeyimizdən zəngindir. Rahimimizdən, musiqimizdən. O boyda dərin mədəniyyətin musiqisi, muğamları, klassikası. Bir şey ki, musiqiyyatdır. Belə bir zəngin mədəniyyətimizi cılızlaşdırmağa bir yanını söyləyir. Çox doğru, çox doğru.